Oxuyaq uşaqlar. Sekunda intervalını. Sekunda nədir? Sekunda. İnterval nədir ümumiyyətlə? Tez təkrarlayaq, tez. İnterval nədir? İnterval məsafə demək. Məsafədir. Nəyin arasındakı məsafədir? İki səs arasındakı məsafə interval adlanır. Aysal, interval latın sözü olur. Məsafə deməkdir. İki səs arasındakı məsafə interval adlanır. İntervallar necə olur uşaqlar? İntervalın iki səsi varsa, alt səsi nə adlanır onun? Əsası, üst səsi zirvəsi adlanır. Baxır, biz neçə mərtəbə tikəcəyik, hə? Zirvəsi adlanır. Alt səsi əsası, üst səsi zirvəsi adlanır. Və intervallar olur həcminə görə sadə və mürəkkəb. Sadə intervallar nə deyilir? Sadə intervallar pillə həcmi. İçində daxil olan. Oktava daxilində olan intervallar sadə. Mürəkkəblər isə interval həcmi. Xaricində olanlar mürəkkəb intervallar adlanır, yaxşı. Oktava daxilindəkilər sadə, oktava xaricindəkilər mürəkkəb intervallardır. Bir də intervallar olur səslənməsinə görə. Yox, o başqadır, onlara gələcəyik, o keyfiyyətinə görədir. Bəli, intervalların kəmiyyəti var, yəni pillə sayı var və keyfiyyəti var. Pillə sayı nədir? Prima neçə pillədir uşaqlar? 1 sekunda, tersiya, 3 kvarta, 4 kvinta, 5 seksta, 6 septima, 7 oktava, 8. Bunlar intervalların nəyidir? Pillə sayı. Yəni kəmiyyətidir. Sayı nədir? Kəmiyyətdir, düzdür? Bir də var keyfiyyəti. Keyfiyyətinə görə isə intervallar ya xalis olurlar, ya da kiçik, böyük olurlar. Həm də bütün hamısı həm artırılmış, həm də əskildilmiş ola bilər. Bunu qoyuruq bir kənara. Xalis intervallarımız hansılardır? Prima, oktava, kvinta, kvarta. Kvarta, kvinta. Prima, kvarta, kvinta, oktava. Bunlar xalis olurlar. Yəni, hansı səsi versək, o səs də alınır. Məsələn, do'dan xalis prima quraq. Do. Eyni səsini təkrar oxuyaq. Do, təmiz. Do. Uşaqlar, əvvəl dinləyin, eşidin ki, təmiz oxuya biləsiniz. Do, buyurun. Do. Yox, bu qalın. Do, götür. Do. Təmiz. Do. Tək götür. Do. Biraz təmiz oxuyun. Do. Mi bemoldan olacaq xalis prima. Oxuyaq. Mi bemol fazizdən. Təmiz oxuyun. Uşaqlar, dinləmək lazımdır. Fadiz. Oxşat. Tap. Görək, dinlə. Fadiz. Ay, sağ ol, dinlə. Tap. Fadiz. Tək seyran. Fadiz. Ay, sağ ol. Fadiz. Təmiz, tap. Fadiz. Biraz da çatdı. Fadiz. Fadiz. Diyez yox, diyez deyə inşallah. Fadiz. Si bemoldan. Si bemol. Təmiz. Si bemol. Ay, sağ ol, Seyran. Dinlə. Yox, Yusuf, dinlə. Si bemol, buyur Seyran. Si bemol. Təmiz. Yox, incə götür də, zilə qal. Ay, sağ ol. Aydın oldu bu xalis prima. İndi oktava götürək. Do. Təmiz. Mən biraz da oxuyam. Bəli. Ay, sağ ol. Do. Təmiz, onu təmiz. Dinləyin uşaqlar. Do. Fa oxuyursan. Do. Qalın biraz da düş aşağı. Yox, dinləyin uşaqlar, dinləyin. Do. Tək. Yo, re oxudun. Do. Aha, biraz da təmizlə. Aha, do. Bir yerdə do. Biraz da tək. Yo, çox getdi. Ay, sağ ol. Do. Xalis oktava. Si'dən aşağı. Si təmiz. Xalis oktava, si bemol. Si
çalmamışdan əvvəl təmiz oxumağı öyrənməlisiniz. O qədər çox oxumalısınız. Məsələn, do, do. Çaldım, düz oxudum, yoxladım. Si, si. Bax belə, yaxşı. İndi kvart oxuyaq dodan yuxarı. Kvarta. Kvarta. Olacaq. Do. Do. Neçə bilədir kvarta? 4. Ay sal, gəl. Do, təmiz do. Donu təmiz götüründə uşaqlar. Do. Yox, qalın. Dinlə, bir dəqiqə Seyran, dinlə. Do. Do. Çox yuxarı zilə çəkirsən. Do, qalın, qalın, aşağı, aşağı. Biraz da aşağı. Do. Re, do. Re, qalın. Re, do. Ay sağ ol, do, bir yerdə do. Fa. Do, re, mi, fa. Do, fa. Aman ofçu. Vətən bizi. Do, fa. Attım qətiyyət. Marş, hərbi, çağırış. Do, fa. Do, fa. Oxuyun. Do, fa. Təmiz. Bir də do, fa. Bəs do diyezdən hara düşər? Fa diyez. Əhsən, do diyez. Fa diyez. Fa diyez. Bəs do bemoldan hara düşər? Fa diyez. Aferin, do bemol, fa bemol. Bəs do dubul bemoldan hara düşər? Fa bemol. Bəli, do dubul bemol, fa dubul bemol. Əhsən, bəs do dubul diyezdən? Fa diyez. Fa, do dubul diyez, fa təmiz, fa diyez. Aferin, nə dersək o alınır xalislərdə. Sadəcə fasil səsləri istisnadır xalis kvarta və xalis kvintalarda. Yalnız fasil səslərinə çatanda biz ton saymalı olacağıq. Yaxşı, fa'dan hara düşəcək xalis kvinta? Si bemolə, fa diyezdən si'yə, fa dubul diyezdən si diyezə, fa bemoldan da si dubul bemolə. Hələ bu mövzulara gəlmirik. Si'dən də yuxarı xalis kvinta, həmçinin fa'dan aşağı xalis kvinta. Si bemol, fa, si, fa diyez, si diyez, fa dubul diyez, si dubul bemol, fa bemol və s. Fasil səsləri istisnadır. Qalanları nə versək o da alınır. Düzdür? Re'dən hara düşürük? Do. 4 birlə hara düşürük kvarta? Gəl. Re, mi, fa, sol. Sol. Tez sayın. Re, sol. Oxuyaq. Re, sol. Mi'dən? Mi, təmiz, mi. Si. Yusuf dinlə də. Evdə oxu da Yusuf. Mi, oxuyaq. Mi. Yoxsayıram eş. Mi. Oxu. La. Tap o səsi. La. Yo, la. Silə. Aha. Soldan hara düşəcək kvarta? Diyezlərindən də elə diyezə düşəcək. Ona görə ancaq hələlik belə oxuyaq. Aydındır? Sol da oxuyaq. Gəl. Sol, sol, incə, sol. Dinləyin də, dinləyin. Sol, sol. Evdə bax, çoxlu çala-çala oxumalısınız. Do, sol, do, la'dan. La, oxuyun. Re, təmiz. La, re, si, mi və s. Do'dan aşağı hara düşərik kvarta? Kvarta. Sol. Ay sol, do, si, la, sol. Do, sol. Təmiz oxu. Sol, sol, təmiz. Sol, sol. Uşaqlar, salfetçə sözünün mənası səslərin adını çəkərək oxumaq deməkdir. Burada qiymət yazılır oxumağa. Təmiz oxumağa, evdə çoxlu oxumaq lazımdır. Heç nə etmədən, illərlə üzünü açmadan, piyaninanla çalmadan, oxumadan gəlmək olmaz. Yaxşı, evdə çalıb oxumaq lazımdır. Qiymət yazılır oxumağa, təmiz oxumağa. İlk cəhddən do, sol. Oxuya bildin təmiz? Onda 5 alırsınız. Yox, do, sol əvəzinə qıraq səslərə, başqa səslərə düşürsən 2 cəhd, 3 cəhd, amma yenə solu tapa bilirsənsə 4-dür. Amma çalıram da çalıram, yenə oxuya bilmirsənsə təmiz, bu 3-dür qiyməti. Hər şeyi əzbər cavab versən belə, bütün ev tapşırıqlarını yerinə yetirsən belə, təmiz oxuya bilməsəz 4-5 almaq mümkün deyil. Bu mənim qoyduğum qayda deyil. Təkcə Azərbaycanda belə deyil, bütün ölkələrdə belədir.
Aydındır, solfeca bu nəzəriyyə dərsi deyil, quru nəzəriyyə deyil. Quru nəzəriyyəni cavab verərsə, ancaq 3 ala bilərsən. Solfecada təmiz 4-5 almaq üçün təmiz oxumaq lazımdır. Təmiz oxuya bilənlər 4-5 ala bilər. Aydındır? La aşağı faiz kvartal. Hara düşəcək? Cəld tapın da. Mi. Oxuyun. Yo, la. Təmiz oxuyun. Əli çək. İncəliyi eşidirsən, Yusuf? Eşidirsən bunu? Ay, sağ ol. Eşidəndə görsən oxuya bilirsən. Sadəcə eşitmirsiniz, nə gəldi, açım, dodaqlarımı tərpədim, olmur axı. Oxuya. Əlini çək ağzından. Soydan aşağı kvarta. Soylu tapmaq lazımdır. Mən çalmamışdan əvvəl oxuyursunuz. Eşitməsən, mən də oxuya bilmərəm, eşitməsən. Soy. Desələr bu səsi oxu, mən qulaq asmasam, eşitməsəm, mən də oxuya bilmərəm. Eşitmək lazımdır. Dinləmək lazımdır. Soy. Oxu da soylu. Aha, indi kvartara düşür. Fa. Yo. Re. Re. Oxuyaq. Soy təmiz. Soy. Re. Fa'dan. Fa. Şeir demirik. Fa eləmirik. Oxuyuruq, dinləyirik. Eşidirik, dinləyirik diqqətlə. Sonra oxuyuruq. Fa. Qoy qələmi. Aç əllərini, bağlama. Oxuyun. Do, təmiz. İndi kvintalar. Kvinta neçə pilədir? Kvinta 5. Oxuyaq. Do, hara düşürük? Sol. Sol. Oxuyaq, təmiz. Do, sol. Səndən mənə yar olmaz. Do, sol. Oxuyun. Do, sol. Do, mi, sol. Do, sol. Re'dən. Re, la. Mi'dən mi, si. Təmiz. Si. Biraz seslə. Si. Oxu da Yusuf, oxu da. Aha, bir də. Si. Ay, son. Mi, si. Mi. Mi'ni oxu. Mi. Oxu da Yusuf. Yo, mi budur. Mi. Mi. Oxu mi nə var? O deyil. Mi qalındı. Aha, si. Biraz da təmiz. Yaxşı. İndi do'dan aşağı faiz krinta. Cəld aşağı sayılır. Do. Sol. Do silə sol. Fa. Fa. Oxuyaq. Do. Silə qalxınca. Yuxarı, yuxarı. Do. Fa. Do, la, fa, do, fa. Do, diyez. Fa, diyez. Do, double diyez. Fa, double diyez. Do, bemol. Fa, bemol. Do, double bemol. Fa, double bemol. İndi oxuyaq si'dən aşağı. Si, təmiz, si, kvinta. Silə sofa mi. 5 pillə cəld saymağı öyrənir. Məndən tez saymağı öyrən. Yaxşı. Si, silə qalxınca. Si, kvinta, si, mi, la'dan. La, təmiz. Re, re. Soldan aşağı kvinta. Sol. Sol. Yox, dinlə də. Sol. Sol. Yox, elə eləmə. Sol. Ay, sağ ol. Do. Oxuyun. Do qalın. Yox, dinlə. Do. Re, oxuyursan do. Do. Mi, do. Oxu. Mi'yə çəkmə. Do. Qalın. Düş, 2 pillədə düşürsən. Do. Ay, sağ ol. Sol. Do. Oldu bizim xalis intervallarımız, düzdür?